Dünya İqtisadi Forumunun 2025-ci il üzrə qlobal risk hesabatında sadalınan qlobal risklərə baxmayaraq cari ilin 11 ayında makroiqtisadi göstəricilərimiz dayanıqlıdır. Bunu Baş nazir Əli Əsədov Milli Məclisin noyabrın 9-da keçirilən iclasında Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib. Güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas müsbət göstəricilər kimi qeyd olunmalıdır. Cari ilin 11 ayında ümumi daxili məhsul 1,6% artmışdır. O cümlədən qeyri-neft qaz sektorunda 3,2% artım alınmışdır. Neft-qaz sektorunda isə 1,8% azalma qeydə alınmışdır. İqtisadi artımın dinamikasında nisbətən zəiflənmənin əsası neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir. Ölkəmizin strateji valyuta ehtiyatları ildən ilə artır və bu ilin əvvəlindən də əhəmiyyətli dərəcədə 12,5 milyard dollar artaraq 83,5 milyard dollar təşkil edir. Bu da manat ifadəsi ilə 142 milyard manatdır ki, 2025-ci ilin gözlənilən ümumi daxili məhsulun həcmini üstələyir. Hazırda valyuta ehtiyatlarımızın xarici borcumuzu 17 dəfədən çoxdur. Bugün dünyanın iki aparıcı reyting şirkətləri Fitch və Moody's ölkəmizin kredit reytingini yüksəldib. Əli Əsədovun sözlərinə görə bu, ölkəmizdə iqtisadi dayanıqlığın, fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir. Bütün bunlar cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu xarici və daxili siyasətin və islahatların təzahürüdür.